Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Hörmətli qardaşlar və bacılar. Quranda bir surə var ki, onu oxumaqla sanki gələcəyinizə bir nur saçırsınız. Bir mağarada 300 il yatan gənclər, bağ sahibi olan zənginin sınağı, Həzrəti Musanın Xızırla ağlasığmaz səyahəti və dünyanı fəth edən ədalətli hökmdar Zülqərneyn. Bu 4 fərqli hekayə niyə hər cümə günü bizə xatırladılır? Bu surə bizi hansı böyük fitnələrdən qoruyur? Gəlin, 2 cümə arasını nurlandıran Kəhf surəsinin sirrini birlikdə kəşf edək. Cümə günü oxunan Kəhf surəsi sadəcə bir surə deyil, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin xüsusi tövsiyə etdiyi böyük bir qoruyucudur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur: Kim cümə günü Kəhf surəsini oxuyarsa, ayağının altından göyün dərinliklərinə qədər onun üçün bir nur yüksələr və bu nur qiyamət günü onu aydınladar. Həmçinin 2 cümə arasındakı günahları bağışlanar. Mənbə Əl-Hakim və Əl-Beyhəqi. Başqa bir hədisdə isə belə buyurulur: Kim cümə günü Kəhf surəsini oxusa, o 2 cümə arası günahlardan qorunar. Əbu Davud və Nəsai. Kəhf surəsi nədən bəhs edir? Kəhf surəsi 110 ayədən ibarətdir və 4 böyük hekayə vasitəsilə insan həyatının ən mühüm dərslərini verir. Bu hekayələr bir-birindən fərqli olsa da, hamısı iman, səbir, dünya həyatının keçiciliyi və Allahın qüdrəti mövzularını işıqlandırır. Birincisi, Əshab-ı Kəhf hekayəsi. İlk hekayə, imanlarını qorumaq üçün zalım hökmdardan qaçan bir qrup gəncin hekayəsidir. Bu, surənin ən məşhur hekayəsidir. Çətin bir dövrdə yaşayan bir qrup gənc var idi. Onlar Allaha iman gətirdikləri üçün zalım hökmdar tərəfindən təqib olunurdular. İmanlarını qorumaq üçün bir mağaraya sığındılar. Onlar sadəcə Allaha güvənərək bir mağaraya sığındılar. Allah isə onlara zamanın üzərində bir möcüzə yaşatdı. Onları düz 309 il yuxuya verdi. Oyananda isə dünya tam dəyişmişdi. Artıq zalım hökmdar yox, onların inancına hörmət edən bir cəmiyyət var idi. Bu hekayə bizə iman uğrunda hər şeyi tərk etməyin, Allahın qoruyuculuğunun və səbrin nə qədər böyük olduğunu öyrədir. Allahın istədiyi zaman hər şeyi dəyişdirə biləcəyini xatırladır. Bu hekayə bizə deyir: Əgər imanınızı hər şeydən uca tutsanız, Allah sizi ən çarəsiz anınızda, mağaranın qaranlığında belə qoruyar. İkinci, 2 bağ sahibinin hekayəsi. Dünyanın məsəli. İkinci hekayədə bizə 2 şəxsdən bəhs olunur. Biri çox zəngin idi, bağları bar-bəhər verirdi. O, bu sərvətin öz zəkası sayəsində olduğunu düşünərək təkəbbürləndi. Bunun yox olacağını düşünmürəm, dedi. Lakin bir gecədə bir fəlakət bütün bağlarını məhv etdi. Dostu isə ona xatırlatdı: Mülk Allahındır. Bu hekayə dünya həyatının keçiciliyini, var dövlətə və mal-mülkə aldanmamağı və axirəti unutmamağı çox gözəl şəkildə anlatır. Hər şeyin bir gün bitəcəyini və əsl qazancın axirətdə olduğunu xatırladır. Bu hekayə hər cümə günü bizə pışıldayır: Sərvətiniz sizi aldatmasın. Əsl zənginlik verdiyinə şükr edə bildiyin nemətdir. Üçüncü, Musa aleyhisselam və Xizir aleyhisselam hekayəsi. Üçüncü hekayə ən sirli olanıdır. Həzrəti Musa yeryüzünün ən elmli insanını axtararkən Xizirlə qarşılaşır. Musa Peyğəmbər Xizirlə görüşür və ondan ilahi elmi öyrənmək istəyir. Onlar səyahət edərkən Xizir əleyhisselam görünüşdə şər olan işlər görür. Günahsız birinin gəmisini deşir, bir uşağı öldürür və bir kənddə yıxılmaqda olan divarı düzəldir. Həzrəti Musa buna səbr edə bilmir. Hər dəfə buna etiraz edir, amma sonradan hər birinin arxasında böyük bir hikmət olduğunu öyrənir. Sonda bütün sirlər açılır. Gəmi yoxsul balıqçıların idi və Xizir onu zədələdi ki, zalım padşah işə yaramadığını düşünüb onu qəsb etməsin. Öldürülən uşaq gələcəkdə mömin valideynlərini azğınlığa sürükləyəcəkdi, Allah isə onlara daha xeyirli və mərhəmətli bir övlad bəxş etmək istədi. Divar isə
2 yetim uşağın idi və onun altında salih atalarından qalan xəzinənin vaxtından əvvəl üzə çıxmaması üçün təmir olundu. Bu hekayə bizə Allahın hikmətinin insan ağlından üstün olduğunu, hər hadisənin arxasında bir xeyir olduğunu və səbrin əhəmiyyətini öyrədir. Bəzən bizə pis görünən şeylər əslində bizim xeyrimizə olur. 4. Zülqərneyn hekayəsi və sonuncu hekayə isə böyük bir gücə, şərqdən qərbə qədər uzanan bir hakimiyyətə sahib olan hökmdar Zülqərneyn haqqındadır. Zülqərneyn güclü, ədalətli və imanlı bir hökmdar idi. Şərqdən qərbə qədər səyahət edərək yer üzündə ədalət qurdu, zülmə qarşı çıxdı. O gücünü insanları əzmək üçün deyil, ədaləti bərpa etmək üçün istifadə etdi. O, Yəcuc və Məcuc tayfalarının zülmünə qarşı dəmir və misdən sarsılmaz bir sədd çəkdi. Bu hekayə bizə gücün, sərvətin və hakimiyyətin necə istifadə olunması lazım olduğunu, ədalətin və imanın əhəmiyyətini göstərir. Dünyada ən böyük güc belə Allahın izni ilə olduğunu xatırladır. Bu hekayə bizə mesaj verir. Güc və vəzifə imtihandır. Əsl lider o kəsdir ki, əlində olan imkanlarla zəiflərə sipər olar. Hörmətli izləyicilər, Cümə günü Kəhf surasını oxumaq sadəcə bir əməl deyil, həftəlik mənəvi qoruyucumuzdur. Rəbbimiz bu mübarək Cümə günündə oxuduğunuz Kəhf surəsini qəlbinizə nur, yolunuza işıq eyləsin. Amin. Videonu bəyənməyi, abunə olmağı və paylaşmağı unutmayın. Növbəti videoda görüşənədək Allah razı olsun. Vəsselamun aleykum və rəhmətullahi və bərəkatuhu.